Salam dostlar, deməli biz Temu'dan növbəti sifarişimizi almışıq. İndi bu sifarişimizdə deməli bir kofta olmalıdır, 2 dənə də ayaqqabı olmalıdır. İndi bunu açaq. Peki. Pakufka diye. Pakovkası süperdir dostlar. Görürsünüz. Süper şeydir. Şimdi maraq odur ki, ne var onun içinde? Bu da böyle bir şey. Açıb görəcəklər, nədir? Gəlin birinci bundan başlayaq dostlar. Deməli bu bizim koftamızdır. Deməli M, XL standart ölçü M razmerdir. Belə bir koftadır dostlar. İndi bunu növbəti videoda geyinib göstərəcəm sizə necə qalır. Yəni təəssüratını bölüşəcəm. Yəni lap geyinmək olmasa da təəssüratını çalışaram bölüşüm. Öz yerində. Deməli, gəlin birinci bundan başlayaq. Koyarak. Ha, ona koyalım. Bir şey değil. Çok süper ayakkabı. Görürsünüz dostlar. Süper. Burası. Düzü burasının çok bərk olduğunu düşünmürəm. Yok, yumuşaktı da kocası. Ama Yumuşak qəşəng. yaxşıdır. Ne güzeldi. Qəşəng ayaqqabıdır, amma biraz açığı, biraz burası biraz o qədər bərk görünmür mənə. Eyb yox. Eyb yoxdur. Amma belə bir ayaqqabımızdır dostlar. Attığı da qəşəngdir. Süper. Bir. Buna söz alalım. İndi keçək. Bu da Qəşəng. Ne güzel. Ne güzeldi. Bu da ona oxşuyur. Ne Amma qəşəngdir. gözəl ayaqqabıdır. Çox qəşəng. Bilməm görsənir yoxsa yox dostlar, bax belə içi də belədir. Qəşəng. Düzdür, biraz içi biraz Müxtəlif. düşüyor. Bu eybi yoxdur, olan şeydir. Bu belə bir ayaqqabıdır dostlar. Bu da qış ayaqqabısıdır bizim üçün. Bunu da yoxlayacağıq, görək necə olur. İndi koftanı aç. İndi dostlar, bu hələ ki birinci hissəmizdir. İkinci hissəmizdə çalışacağım, geyinəm. İndi onu da çəkəcəyik. Koftanı da aç. Geyindiyim yerdə. İndi görək necə montaj edəcəm bunları. İndi baxarıq onlara. Koftanı da aç. Koftanı açmadıq dostlar. Zamoku var orada. Gəlin bunu da açım elə. Bunları açmışdım, bunları da açaq. Ne güzeldi. Qəşəng. Sənin razmerindir. Belə bir şeydir dostlar. Böyük görünmür. Yox. Biraz genişdir ama Biraz böyük değil. geniş görsənir. İndi geyinib baxacağım. Qəşəng. Baxacağıq görək necədir. Dostlar, deməli, bax bu koftadır. Gördüyünüz kimi kofta əladır. Görünüş əladır. Sadəcə çox qəribədir ki, biz koftanı biraz sıx sifariş vermişdik, amma biraz boş gəlib. Biraz bilmirəm. Biraz çox da deyə bilərəm, bilmirəm axır ki. Qolları biraz gödəkdir açığı. Qolları biraz gödəkdir. Boynu biraz balacadır. Amma çiyinləri yaxşıdır. Oturuşu yaxşıdır.
boğazı da zaman zaman yani açılacaq bir şeydir də, problem deyil. Yəni uzunluğu da pis deyil, yəni saxlamaq olardı koftanı, belə deyim sizə. Onu problem eləmirik. Hə, bu ikisi də ayaqqabıdır. Bunları geyindim. İndi dərd orasıdır ki, boşluğu var da. Elə boşluğu var ki, hə, yəni bilirsiniz, alınmır da, alınmır. Gəzəndə görsən ki, problem yarada bilir. Bu bəlkə də bunu saxlamaq olardı, amma problem orasıdır ki, o gələcəkdə açıla bilər. Açılanda da, yəni torba kimi ola bilər, yəni geyinməyə çətin ola bilər də, yəni ayaqdan çıxa bilər, nəsə bir şey ola bilər də, yəni belə deyim sizə. Hə, ümumi baxımından, bayaqdan şey yandırmıram. Hə, pis ayaqqabılar deyil, amma təəssüf ki, ayağıma oturuşmadı. Belə dostlar.